Azərbaycan Milli Konservatoriyasının professoru, prezident təqaüdçüsü, Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Sənədlər Cəmiyyətinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının müəllim, rəhbəri, alqışlayaq Mövlət müəllimi. Mən də salamlayıram bütün tədbir iştirakçılarını, hədayələrini salamlayıram, qazilərimizi salamlayıram. Mən artıq neçə illərdir ki, Rəvan bəyin bütün tədbirlərində demək olar iştirak edirəm. Amma bugünkü tədbir məni çox sevindirir. Bizim Ulu Öndərin ad gününə təsadüf edir. Özdə çox gözəl bir nominasiyadır. Fəxr edirəm ki, mən Azərbaycanlıyam. Rəvan bəydə görün nə dəqiq tədbir edir ki, həmən o bugünə təsadüf edir bu tədbir. Ümumiyyətlə, elə bir işlər görür ki, Rəvan bəy. Mən deyərdim, əsl düzgün, rəqs edirlərdən bir lirik musiqidir. Qəşəng də ifa edirlər. Müəllimlər də orada iştirak edir. Onlara mən minnətdarlıq edirəm ki, bunu gözəl hazırlayırlar, çox gözəldir. Hər birinizə uğurlar, çox sağ olun. Təşəkkür edirəm və eşidək Azərbaycan Respublikasının xalq artisti Mövlət Müslümovun çıxışını.